Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Xəbərlərin saat 11 buraxılışı ilə qarşınızdayıq. Saatın əsas xəbərlərini sizə mən Röya Rafqızı təqdim edəcəm. Çexiyanın baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri başa çatıb. Qəbələ Beynəlxalq Hava Limanında Ali qonağın şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Ali qonağı Xarici İşlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola salıblar. Son dövrlərdə Azərbaycana dövlət və hökumət başçılarının intensiv səfərləri ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını göstərir. Çexiyanın baş naziri Andrey Babişin rəsmi səfəri də bu tendensiyanın davamıdır. Cənubi Qafqazda artan diplomatik fəallıq fonunda Azərbaycanın rolu daha da ön plana çıxır. Litva, Latviya və Ukrayna liderlərinin son səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Qəbələdə yüksək səviyyəli qarşılanma mərasimləri və Türk Dövlətləri Təşkilatının zirvə görüşünün burada keçirilməsi isə şəhərin əhəmiyyətini artıraraq onu Bakı və Şuşa ilə yanaşı formalaşan diplomatik mərkəzə çevirir. Bu səfər ilk növbədə Azərbaycanın beynəlxalq arenada artan rolunun göstəricisidir. Artıq Azərbaycan yalnız enerji ixracatçısı kimi deyil, həm də Avropa ilə region arasında siyasi və iqtisadi körpü rolunu oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Səfərin əsas əhəmiyyətlərindən biri iqtisadi əməkdaşlığın genişlənməsi perspektividir. Nümayəndə heyətində biznes dairələrinin təmsil olunması onu göstərir ki, tərəflər ticarət və investisiya əlaqələrini dərinləşdirməkdə maraqlıdır. İşğaldan azad edilən ərazilərə böyük qayıdış uğurla davam etdirilir. Bu mərhələdə Xocavənd şəhərinə 39, Qırmızı Bazar qəsəbəsinə 16, Xanlıba kəndinə isə 13 ailə köçürülüb. Əzəli yurdlardan qayıdanlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Allah şəhidlərimizə rəhmət edəsin. Sevinirik, sevincimizin həddi yoxdur. Torpağımıza qayıdırıq. Gözəl gündür. 33 ildən sonra öz torpağımıza gedirik. Sifrət tək gəlmişdi, indi inşallah 3 oğlumla gedirəm. 29 yaşım vardı. Qəsəbə ora göçürüm. Çox şadam. Həyəcanlıyam da, danışa bilmirəm. O qədər sevinç var ürəyimdə. Qarabağa, öz torpağımıza qayıdırıq. İrəvan regional kommunikasiyaların açılmasında çox maraqlıdır. Sözləri Ermənistanın Xarici İşlər Nazirinin müavini Dünya Siyasəti Konfransı çərçivəsində Avropa İttifaqı strateji tərəfdaş kimi Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadan perspektivlər adlı panel müzakirədə səsləndirilib. Vahan Konstanyan hesab edir ki, trip layihəsi sayəsində Ermənistanın cənub hissəsi Şimalla Naxçıvan dəmir yolu xətti vasitəsilə birləşdirilə bilər. Tripin təkcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasındakı əlaqə olmadığını deyən Konstanyan, bunun həm də Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyə və qarşılıqlı faydanı təmin etməyə yönələn strateji layihə olduğunu deyib. Onun fikrincə, kommunikasiyaların blokdan çıxarılması təkcə Şərqi Qərblə deyil, eyni zamanda Fars körfəzinin Qara dənizlə birləşdirmək imkanı yaradacaq. Bu da bütün region üçün ciddi dəyişiklik olacaq. Diplomat bildirib ki, artıq Azərbaycandan Ermənistana yanacaq idxalı da daxil olmaqla birbaşa iki tərəfli ticarət başlayıb. Yaxın vaxtlarda Ermənistanın Azərbaycana ixrac edə biləcəyi malların siyahısının dəqiqləşdiriləcəyinə dair ümidini ifadə edib. İrəvan rəsmisi vurğulayıb ki, vətəndaş cəmiyyətlər arasında əlaqələrin inkişafı üzrə işlər aparılır. Tehranın Vaşinqtonla razılığa gəlməkdən başqa yolu yoxdur. Fikri Birləşmiş Ştatların dövlət katibi deyib. Fox News açıqlaması zamanı Marco Rubio diqqətə çatdırıb ki, iki ölkə arasında baş tutacaq istənilən razılaşma İranın nüvə silahı əldə etməsinin qəti şəkildə qarşısını almalıdır. O, İslam Respublikasındakı liderlərin ölkənin hazırki vəziyyətindən çıxması üçün atılmalar atmalı olduğunu bildirib. Dövlət katibi İranın Birləşmiş Ştatlar İsrail hərbi əməliyyatından əvvəl malik olduğu raket potensialının təxminən yarısını istifadə etdiyi qənaətindədir. Xarici Siyasət İdarəsi rəhbərinin iddiasına əsasən Tehranın istehsal gücü və hərbi dəniz qüvvələri artıq qalmayıb.
Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı yaxın şərqdəki hərbi qüvvələrin istənilən senariyə qarşı tam hazır vəziyyətə gətirildiyini bəyan edib. Bu barədə komandanlığın rəsmi X hesabında məlumat paylaşılıb. Açıqlamada Birləşmiş Ştatlar ordusunun regiondakı hadisələrin inkişafına operativ reaksiya vermək iqtidarında olduğu vurğulanıb. Birləşmiş Ştatlar qüvvələri yaxın şərq boyu diqqətini cəmləyib və hazır vəziyyətdə qalmağa davam edir. Məlumata əsasən hazırda bölgədə olan idarə olunan raket esmisi USS Mitchell və digər hərbi birləşmələr koordinasiyaları şəkildə fəaliyyət göstərir. Paylaşılan görüntülərdə gəminin uçuş göyərtəsində MH-60S Hawk helikopterinin əməliyyatları cəlb olunması əksini tapıb. Qeyd edək ki, Birləşmiş Ştatlar hərbi rəhbərliyinin sözü gedən açıqlaması son günlər İranla yaşanan dəniz blokadası gərginliyini və Fars körfəzindəki bazalara endirilən zərbələrdən sonra gəlib. CNN xəbər verir ki, Vaşinqton və Tehran arasında potensial sülh razılaşmasının birinci mərhələsi münaqişədən əvvəlki status quo-ya qayıtmaq ola bilər. Telekanalın yaydığı informasiya əsasən danışıqların ikinci mərhələsinin olmamasına baxmayaraq tərəflərin mövqeləri göründüyü qədər uzaq deyil. Mənbələr iddia edirlər ki, mərhələli həllə yönələn aktiv pərdə arxası diplomatiya davam edir. İlk addım Hörmüz boğazından sərbəst keçidin bərpası və eskalasiyadan əvvəlki mövqelərə qayıtmaq hesab olunur. İnformasiya əsasən Tehranın nüvə proqramı məsələsinin müzakirəsi sonraki mərhələdə planlaşdırılır. Həmçinin qeyd olunur ki, vasitəçilər tərəflərə razılığa gəlmək üçün təzyiq göstərirlər və qarşıdakı günlər danışıqlar prosesi üçün həlledici ola bilər. Birləşmiş Ştatlar Silahlı Qüvvələrində hazırda hipersəsli silahlara və qabaqcıl qanadlı raketlərə qarşı müdafiə sistemi yoxdur. Ölkənin müharibə nazirinin kosmos sahəsində siyasət üzrə köməkçisi Mark Berkoviç Senatın Silahlı Qüvvələr Komitəsinin dinlənməsində bu barədə danışıb. O, hazırlanan Qızıl Günbəz yeni nəsil raketdən müdafiə sistemi ilə bağlı suallara cavablandırarkən mövcud sistemin məhdud olduğunu qeyd edib. Bugün Şimali Koreyanın gözlənilməz kiçik miqyaslı qəfil hücumları dəf etmək üçün xüsusi olaraq hazırlanan çox məhdud yerüstü əsaslı bir səviyyəli müdafiə sistemimiz var, deyə o vurğulayıb. Berkoviçin sözlərinə əsasən Birləşmiş Ştatların digər ballistik raket hücumlarına qarşı durmaq üçün çox məhdud imkanları var. Əgər qabaqcıl qanadlı raketlərdən danışırıqsa, bugün hipersəsli silahlara və ya qanadlı raketlərinə qarşı heç bir müdafiəmiz yoxdur, deyə Pentagonun rəsmisi diqqətə çatdırıb. İndoneziyada 2 qatar toqquşub, nəticədə 14 nəfər həyatını itirib, 84 isə xəsarət alıb. Ölkənin dövlət dəmir yolu operatoru məlumat yayıb ki, hadisə ötən gün axşam saatlarında paytaxt Jakarta yaxınlığındakı Bekasi bölgəsində şəhər ətrafı qatarla uzaq məsafəli qatarın toqquşması nəticəsində baş verib. İndoneziya Axtarış Xilas etmə agentliyinin açıqlamasına əsasən dağıntılar altında qalan sərnişinlərin çıxarılması prosesi başa çatdırılıb. Hazırda itkin düşən şəxs yoxdur. Heydər Əliyev Fondunun vitse-prezidenti İddia İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər. Səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin fəaliyyəti, valideyn himayəsindən məhrum olan uşaqlar üçün yaradılan şərait, onların təlim, tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib. Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusi hazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsində uşaqlar rəqs və musiqi nömrələri təqdim ediblər. Teatr məşğələsində hazırlanan səhnəciklər nümayiş olunub. Azərbaycanda son 9 ildə tikinti obyektlərində 1677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib. Bu, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əmək münasibətlərinin monitorinqi mərkəzinin keçirdiyi yoxlamalar nəticəsində məlum olub. Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az işçinin cəlb olması ilə bağlı 238 işə götürən 10 və daha çox işçinin cəlb edilməsi ilə bağlı isə 51 işə götürən üzrə pozuntu halları qeydə alınıb.
Aşkarlanan pozuntular üzrə ümumilikdə 2.526.700 manat məbləğində cərimə və maliyyə sanksiyaları tətbiq edilib. Son 9 il ərzində Bakıda 547-dən çox tikilməkdə olan çox mənzili yaşayış obyektində işçi və işə götürənlərlə maarifləndirici görüşlər təşkil olunub, qeyri-normal məşğulluğun səbəbləri müzakirə edilib, həll yolları təqdim olunub və metodiki tövsiyələr verilib. İlkin dövrlə müqayisədə çox mənzili yaşayış binalarının inşasında qeyri-formal məşğulluğun səviyyəsi 4 dəfədən artıq azalıb deyə açıqlamada qeyd olunub. Dünya bazarlarında Azerlight markalı Azərbaycan nefti ucuzlaşıb. Neftin bir barelə olan qiyməti $0,12 və ya 0,1% azalaraq $113,85 olub. Neftin əvvəlki qiyməti $113,97 təşkil edib. Xatırladaq ki, bu iki dövlət büdcəsində Azerlight markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti $65 hesablanıb. Dövlət Dəniz və Liman Agentliyinin gəmi hərəkətinin idarə edilməsi mərkəzi küləkli hava ilə əlaqədar gəmilərə xəbərdarlıq edib. Qurumdan məlumat verilib ki, aprelin 27-si axşamdan Xəzər dəniz akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-na dək davam edəcək. Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin açıq dənizdə 30 metr/saniyədək güclənəcəyi gözlənilir. Agentliyin gəmi hərəkəti idarə edilməsi mərkəzinin mütəxəssisləri gəmilərə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən Xəzər dəniz akvatoriyasında hazırda müşahidə olunan şimal-qərb şimal küləyi sabaha kimi davam edəcək və küləyin sürətinin açıq dənizdə arabir 30 metr/saniyədək yüksələcəyi gözlənilir. Dalğanın isə 4,5 metrə çatacağı proqnozlaşdırılır. Hazırda isə 5 limana giriş-çıxış məhdudiyyəti qoyulub. Qaradağdır, Sanqaçaldır, Dübəndidir, Ələtdir və sahil limanlarıdır və digər limanlar isə açıqdır. Təbii ki, mütəxəssislərimiz küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaq və hərəkətin nizamlanmasını təmin edəcəkdir. Görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın anadan olmasından 103 il ötür. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açıb. Akademikin tədqiqatları alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Onun oftalmologiyanın aktual məsələlərinə dair uzun müddətli araşdırmalarının uğurlu nəticəsi olan sambal əsərləri yüksək qiymətə layiq görülüb. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapıb. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb. O, gənc alimlərin və həkim oftalmoloqların böyük bir nəslini formalaşdırıb. Alim vaxtı ilə Azərbaycanda geniş yayılan traxomanın, göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatların terapevtik oftalmologiya, iridodiagnostikanın əsasları kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Həmçinin 12 monoqrafiya, dərslik və dərs vəsaitinin 150-yə yaxın elmi işin, bir ixtira və 12 təklifin müəllifidir. Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskvada vəfat edib. Oftalmoloq alimin cənazəsi 1994-cü ildə Bakıya gətirilərək fəxri xiyabanda dəfn olunub. Belə, hörmətli izləyicilər, saatın əsas xəbərlərini burada yekunlaşdırıram. Diqqətinizə görə minnətdaram. Salamat qalın.